Allah gör nə qədər mehriban, bir əlini biri qaldırsa məndən istəməyə həya edirəm, utanıram əli boş qaytarmağa, utanıram. Axı mənim bəndən öz hörmətini saxlayıb bu əlini heç kəsin qabağında gedib açmayıb. Necə ola bilər ki, heç kəsin qabağında əl açmayan bəndən, mənim qabağımda əl açsın, mən ona əli boş qaytarım. Duanın ədəblərindən biri də budur ki, hər şeydən və hər kəsdən ümidini kəsib Allaha yönələsən. Heç nəyə arxalanmayasan Allahdan başqa. Nə qüdrəti var, nə dostu var, nə tanışı var, nə məqamı var, nə pulu var, nə sərvəti var. Hər şeydən ümidsiz olasan. Həzrət Yusufu quyuya atanda qardaşları Həzrət Yusufun dodağında təbəssüm görürlər. Görürlər Yusuf gülür. Deyirlər Yusuf niyə gülürsən, biz səni quyuya atırıq. Bir zaman sizə baxırdım, deyirdim ki, mənim bu qədər neçə dənə qardaşım var. Bu qədər qardaşım ola kim mənə ziyan toxundura bilər. Allahın işinə bax ki, indi sizin əlinizlə quyunun dibinə düşürəm. Allahdan başqa heç kəsə insan gərək söykənməsin, arxalanmasın. Allah gör nə qədər mehribandır, bir əlini biri qaldırsa məndən istəməyə həya edirəm, utanıram əli boş qaytarmağa, utanıram. Axı mənim bəndən öz hörmətini saxlayıb bu əlini heç kəsin qabağında gedib açmayıb. Necə ola bilər ki, heç kəsin qabağında əl açmayan bəndən, mənim qabağımda əl açsın, mən ona əli boş qaytarım. Duanın ədəblərindən biri də budur ki, hər şeydən və hər kəsdən ümidini kəsib Allaha yönələsən. Heç nəyə arxalanmayasan Allahdan başqa. Nə qüdrəti var, nə dostu var, nə tanışı var, nə məqamı var, nə pulu var, nə sərvəti var. Hər şeydən ümidsiz olasan. Həzrət Yusufu quyuya atanda qardaşları Həzrət Yusufun dodağında təbəssüm görürlər. Görürlər Yusuf